elm cəhətdən qüvvətləndirməyə, həm bədən cəhətdən qüvvətləndirməyə, həyatın gerçəklərinə hazırlamağa çalışırıq. Ancaq onların digər insani tərəflərini bəzən gözdən qaçırırıq. Mərhəməti, sevgini, yaxşılığı, dürüstlüyü, ətraf mühitdən də bəzən övladlar, uşaqlar bunlara şahid olur. Dürüstlüyün bəlkə də onlara xeyir gətirmədiyini, mərhəmətin bəlkə də onlara xeyir gətirmədiyini ətraf mühitdən öyrənir, yaşadıqca, gördükcə təcrübələrindən öyrənir. Amma biz bunların heç birinə əhəmiyyət vermədən, gerçək olanın, ideal olanın, Allah qatında dəyərli olanın, yaxşılığın, mərhəmətin, mənəviyyatın, insanlara əl tutmağın, xeyirxah olmağın, insanlara faydalı olmağın, əlbəttə ki, uşaqlara aşılamaq məcburiyyətindəyik. Bax, bu iki tərəfi həm maddi cəhətdən, həm də mənəvi cəhətdən övladların inkişafını əsla təsadüflərə həvalə etməməliyik.